Bu şirkətin məhsulu niyə yoxdur deyənlər üçün bir video çəkirəm ki, şirkətin məhsulları var və mən indi sizə onları göstərəcəyəm. Dünyada 2 cür məhsul var artıq. Əllə tutulur, gözlə görülür, gömrük keçən sertifikatı olan məhsullar və əllə tutulur, gözlə görülməyən digital, rəqəmsal məhsullar vardır ki, bu şirkətin məhsulları artıq rəqəmsal məhsullardır. Mən onları indi sizə göstərəcəyəm. Və bu gün şirkətin heç kimə ehtiyacı yoxdur ki, bu gün marketinq dayandı, şirkət dayanacaq. Xeyr, şirkətin elə gözəl məhsulları var ki, artıq dünya ondan istifadə edir və zamanında mən də istifadə edib nəticəni görüb hər kəsə onu göstərəcəyəm. Baxın, bu mənim kabinetimdir. Hər kəsin bildiyi kimi bizim kabinetlərimiz var. Biz orada öz pulumuzu anında çıxarış edə bilirik. İstədiyimiz qədər də qazanc əldə edə bilərik. Deməli, biz sistemə daxil oluruq. Hər kəs bunu öz kabinetindən niyə buranın məhsulları yoxdur deyən insanlara göstərə bilər. Burada produktu partnerov yazılıb. Partnyor məhsullar. Və biz ona toxunuruq. Gedək görək doğrudanmı bu sistemin hansı məhsulları vardı. Və şirkət öz məhsullarını yaratdı öncə. Ondan sonra baxdı ki, hər hansı bir mağaza açırsan, adi bir balaca bir butik açırsan, balaca bir mağaza, dükan açırsan, ora müştəri toplamalısan. Və şirkət düşündü ki, müştərisini toplamaq üçün hansı yol daha yaxşıdır və düşündü, belə bir yola əl atdı və marketinq. Crowdfunding üsulu marketinq. Crowdfunding insanların bir-birinə könüllü maliyyə dəstəyi nəticəsində yaranan möhtəşəm möcüzə bir biznesdir ki, artıq bir çox şirkətlər bu üsulla, bu bizneslə çalışırlar ki, ən böyük gəlir verən sahədir. Heç nə alma, heç nə satma. Ömürdə bir dəfə qoyduğun pulla istədiyin qədər pul qazan. Və şirkət heç vaxt məcbur etmir ki, gəl məhsullarımı al, ondan sonra başla qazanmağa. Qazanan sonra da məcbur etmir. Amma məhsul o qədər gözəldir ki, bunu dünyada olan insanlar istər-istəməz alırlar və şirkət istəsəydi reklamla öz reklamını edərdi YouTube-da, xəbərlərdə, televiziyada, hər bir yerdə, amma hər birimiz bilirik ki, bu gün reklamlara heç kim baxmır. Reklamlar sözü gələndə hər birimiz keçirik başqa bir səhifəyə. Bəlkə də o reklam bizə o qədər xeyirli bir şeydir ki, bizim önümüzə çıxan bir şansdır, amma biz buna baxmırıq və sistem də bunu bildiyi üçün əldən ələ ötürmə, tövsiyə deyilən, network bir tövsiyədir. Belə bir biznes yaratdı ki, hər kəs bir-birinə bu qazancı tövsiyə edə-edə böyük bir marketinq yarandı. Və biz marketinqdən istədiyimiz qədər qazanc əldə edə bilərik. Gördüyünüz kimi burada